Mən 12 saat işləyirəm və bu günləri bir balaca eksperiment eləmək istədim və bu eksperimentim isə 12 saat sosial şəbəkəyə daxil olmadan nə qədər vaxt qazanmaq olar və energiyamızı qoruya bilərik. Əgər sən də maaş qarşılığında işləyirsənsə və hər gün 12 saat gecə simində işləyirsənsə, bu səhvləri qətiyyən eləmə. Maksimal dərəcədə sosial şəbəkələrdən uzaq dur. Çünki insan çox az bir rezultat əldə edəcək əgər sosial şəbəkələrdən uzaq durmasa, telefonunu kənara qoymasa və maksimal dərəcədə öz işinə fokuslanmasa. Misal üçün, mən bu günləri bir balaca bir eksperiment elədim. Bu günləri saat 21:00-dan 09:00-a qədər maksimal dərəcədə telefonu özümdən kənarda saxlamaq çalışdım və elədim də, başardım da. Və bu mənə 3 saat əlavə qazanmaq köməklik elədi. Necə? Birincisi, mən tez-tez sosial şəbəkələrə girmirdim. Reelslara, shortslara baxmırdım. Və bu mənə 3 saat qənaət eləməyi və maksimal dərəcədə öz işlərimə fokusla yanaşmağı, nerv sistemimi rahat şəkildə saxlamağımı, çünki insan nə qədər çox telefona baxırsa, ultrafiolet göz vasitəsilə maksimal dərəcədə nerv sistemin gücün zəiflətməyə doğru aparır. Yəni nə qədər çox biz baxırıqsa, o qədər çox nerv sistemimizin gücü azalır və pozulur. Və insan maksimal dərəcədə öz işinə fokuslana bilmir. Çünki sosial şəbəkələrdə çox informasiya olur və razı sahələrdə olur və insanın beyni dolur və insan öz işinə fokuslana bilmir. Mən isə bunu eləmədiyimə görə, telefonu kənara qoyduğuma görə maksimal dərəcədə time bloklarla işlədim. 50 dəqiqə iş, 10 dəqiqə istirahət. 10 dəqiqə istirahətdə belə telefonu əlinizə götürmək. Su için, ayağa qalxın, əgər siz oturaq işləyirsinizsə, yeriyin biraz və ya çölə çıxın, bir nəfəs alın, ofis işçisinizsə və s. Bu sizə daha çox produktiv olmağı, daha çox fəal olmağı, sizin əhval-ruhiyyəniz, energiyanızı daha çox qorumağı, əgər 10% ölçsək, maksimum əgər telefonu əlinizə götürməsəniz, 7 və ya 8% sizdə energiya daha çox qalacaq. Kim telefonla dayanmadan, telefonla razı sosial şəbəkələrə daxil olsanız. Ona görə də çalışın maksimal dərəcədə bu qanun qaydaya riayət edin. Və siz görəcəksiniz ki, 3 saat sizə elə bilin ki, əlavə gələcək, sizin nerv sisteminiz rahat olacaq, beyniniz rahat olacaq, beyniniz öz işiniz barədə düşünə biləcək, fikirləşə biləcək və siz fəal və aktiv olacaqsınız. Və belə kiçik eksperimentləri və challenge'ların sadə bir insan tərəfindən çox olmağını istəyirsinizsə, kanala abunə olmağı unutmayın, videonu bəyənməyi unutmayın, şərh bölməsində şəxsi rəylərinizi yazmağı unutmayın. Hələlik.